Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün səhər sürəsi üçün quymaq çalmaq istəyirik. Düzdür, keçən quymağın çalınmasını sizinlə paylaşmışıq, amma həmin videoda görüntü zəif olduğundan yeniləmək istədik. Əgər sizin üçün də maraqlıdırsa, buyurun bir yerdə başlayaq. Lazım olan ərzaqlar: 1 stəkan əla növ buğda unu götürmüşəm, amma quymaq birinci növ buğda unu ilə çalınanda daha da dadlı olur. Olmadığından biz əla növ buğda unundan istifadə edirik. Bunun da pis olmur. 80 qram kərə yağı. Quymaq yağlı olmalıdır əslində, amma biz elə sevmədiyimizdən yağı biraz azaltmışıq. Siz yağlı sevirsinizsə 90-100 qram da əlavə edə bilərsiniz. 1 litr su, zövqə görə duz, sarı kök, 1-2 tez zəfəran. Zəfəranın da istifadəsi şərt deyil. Kərə yağını tavaya əlavə edirik və əridirik. Yağ əriyəndən sonra onu əlavə edirik. Qızıl rəngi çalana qədər qovururuq. Bir şey də sizin diqqətinizə çatdırmaq istəyirəm. Quymaq üçün tava götürəndə biraz diqqətli olun. Qalın tava götürün. Ki qazmaq qalın tava olanda qazmaq daha yaxşı olur. Quymağın da əsas hissəsi onun qazmağıdır. Dadlı hissəsi qazmaqdır. Həm də tavanı elə götürün ki, sonradan quymaq artımlıdır. Biz üzərinə su əlavə edirik. Hesabınızı elə götürün ki, suya əlavə edəndə daşmasın. Bizdə tavanın diametri 26 cm, dərinliyi isə 5,5 cm-dir. Siz indi görəcəksiniz, biz hazırlayanda görəcəksiniz, suya əlavə edəndən sonra nə qədər olacaq. Onun hamısını sizə göstərəcəyik. Qovuran müddətdə qazı çox açmırıq ki, un yanmasın. Baxın, belə açmışıq, çox açmırıq. Artıq qovrulub, qızıl rəngə çalır. Duzunu əlavə edirik, zövqə görə. Və sarı kök əlavə edirik. Sarı kök quymağa çox yaraşır. Və 1-2 teldə zəfəran əlavə edirik. Zəfəran dediyim kimi vacib deyil. Biz sevdiyimizdən əlavə edirik. Yəni zəfəranı dəmləyib əlavə eləmirik. Özü suyunu əlavə edəcəyik. Pişən müddətdə özü dəm alacaq içərisində. Duzu, sarı kökü, zəfəranı əlavə edirik. Yavaş-yavaş suyu əlavə edib çırpıcı ilə açırıq. Bunu taxta qaşıqla da eləyə bilərdik, amma yeni başlayan gənc xanımlar üçün belə eləyirik ki, belə daha rahat olar onlar üçün. Əgər siz birinci dəfə hazırlayırsınızsa, yaxşı olar ki, qazı söndürün, biraz soyusun, sonra suya əlavə edib açın suyun içərisində unu. Sonra altını yandırın. Çırpıcı ilə unu suyun içərisində açırıq. Götürdüyümüz 1 litr suyun hamısını əlavə elədik və onu suyun içərisində açdıq. Biraz qazı açın ki, un yaxşı həll olsun, suyun içərisində açılsın. Unu suyun içərisində tam açandan sonra qazı artırdıq. Gördüyünüz kimi bu şəkildə açırıq. Belə qaynayır.
Bir 40 dəqiqə ocağın üzərində qalır. Yaxşı qazmaq tutur. Ağzını da, qapağını da bağlamırıq. Elə ağzı açıq vəziyyətdə bu şəkildə qaynayıb hazır olur. Artıq yarım saat keçib. Gördüyünüz kimi bu vəziyyətdədir. Qazmaq tutur, amma qazmağı hələ nazikdir. Biz bir qədər də çox xoşlayırıq. Biraz da qalsın, bir 10 dəqiqədə qalsın, qazmağı biraz qalınlaşsın. Artıq qoymaq istədiyimiz vəziyyətə gəldi. İndi onu ocağın üzərindən götürürük. İndi onu nimçəyə çəkib sizə göstərmək istəyirəm. Çox gözəl ətri gəlir. Dadı da çox gözəldir. Dediyim kimi quymağın ən çox sevdiyimiz qazmağıdır. Qazmaq da gördüğünüz kimi çox gözəl alınıb. Biraz isti olduğundan bu şəkildə qazmağını da yanına qoyuruq. Əgər bəyəndinizsə siz də hazırlayın. Quymağı zahı qadınlara, süd verən analara verirlər. Ağır xəstələrə, əməliyyatdan çıxmış xəstələrə verirlər. Çünki o mədə bağırsağı yumşaldır, sinəni yumşaldır. Həm dadlıdır, bədənə istilik verir, həm də ki şəfalıdır. Həm də Bakılılarda belə bir adət var. Bilmirəm Bakı hamısında, Bakılar hamısında elə o adət var, yoxdur, amma bizdə var. Qız gəlin gedəndən sonra birinci gün ata evindən oğlan evinə quymaq gedir. Bu adətdir. Quymağı yanında şəkər tozu ilə, darçınla süfrəyə verirlər. İstəsəniz doşabla da verə bilərsiniz, zövqə görədir. Əgər bizim hazırladığımız quymağı bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.